Peyğəmbər qərar verdi Məkkədən çıxsın, gəlir qısa bir hicrətə. Taif Məkkə yaxınlığında olan bir şəhərdir. Yazırlar ki, tarixdə Həzrət Əli bir də Zeydlə bir yerdə gedir Taif. Bu müxtəlif fikirlər var bu barədə, amma bu adları da keçir tarixdə. Gəlir ora, Taifə və qəbilə başlarıyla danışır ki, İslamı qəbul edin. Deyirlər ki, nəinki qəbul etmirik, tez çıx şəhərdən, get bizim cavanlarımızın beynini zəhərləmə, gənclərimizi düz yoldan azdırma. Və Peyğəmbər də onlara sözlə əleyhinə olaraq gedib başlayır təbliğ eləməyə. Görürlər ki, Peyğəmbər təbliğə başlayıb, daş verirlər insanların əlinə, gedin onu daşlayın. Daşlayırlar, təhqir edirlər Peyğəmbəri, alnını, dişini sındırırlar və demək olar ki, şəhərdən qovurlar, Peyğəmbəri çıxardırlar və çox ağır vəziyyətdə oradan çıxır. Bir qulam yazırlar ki, müsəlman oldu. Mənim bu sözləri deməkdə məqsədim budur ki, yəni Peyğəmbərin çəkdiyi əziyyətlərə diqqət yönəldəsiniz. Haçansa işiniz alınmayanda, nəticə verməyəndə, bax bu hadisələri yadınıza salın. Ümumiyyətlə, bizim dinimizdə heç zaman nəticə üçün iş görülmür. Nəticə hesablanır, amma nəticə üçün iş görülmür. Din işi görən insan zahirən nəticəsiz qalsa da işi heç vaxt məyus olmamalıdır. Peyğəmbər bu qədər çətinliyə baxmayaraq bir dəfə sarsılmadı. Çünki hədəfinə imanı çox idi, çox inanırdı və dinə xidmət edən insanlar bunu nəzərdə tutmalıdır.